120 ədədinin natural bölənlərindən neçəsi cütdür? Ədədin cüt natural bölənlərinin sayının tapılması qaydasına əsasən, qaydamız necə idi? Birinci onu yadımıza salaq. Ədədi birinci sadə vurğularına ayırırıq. Daha sonra, əgər varsa, iki vurğularının sayını, digər sadə vurğularının sayının bir vahid artığına vurub hesablayırıq. İndi baxaq görək necə həll edirik. Birinci ilk növbədə 120 ədədini sadə vurğularına ayırırıq. 120-ni 2-yə bölürük 60, 2-yə bölürük 30, 2-yə bölürük 15, 3-ə 5, 5-ə 1. Deməli, 120 özü bərabərdir 2 üstündə 3 vurulsun 3 üstündə 1 vurulsun 5 üstü 1. Yəni 3-dən 5-dən bir dənədir. Mən də göstərmək üçün hərəsinin üstündə 1 qoydum. İndi nə edirik? 2-nin üstündəki rəqəmə dəymirik. Neçədirsə olduğu kimi saxlayırıq. Digərlərində isə məsələn 3-ün üstündə 1-dir. Həmin o 1-in üstünə də 1 gəlirik və 5-in üstündəki 1-in üstünə də 1 gəlirik. Bərabərdir. Cavabımız olur 3 vurulsun 2 vurulsun 2. Bərabərdir 12. Deməli, 120 ədədinin cüt natural bölənlərinin sayı 12-dir. Ümumiyyətlə, 120 ədədinin əgər deyilsə ki, 5-ə bölünən natural bölənlərinin sayını tap, bu zaman biz digər ədədlərin üzərində, məsələn, 3-ün üstünə 1 gələcəm, 1-in üstünə 1 gələcəm, axırdakı 1-in üstünə 1 gəlməyəcəm, ona vuraq 1 yazacam. Yəni 5-in üstündəki ədədə dəymirsən, onu olduğu kimi yazırsan. Bir sözlə, natural ədədin istənilən sadə ədədlə tam ədədə bölünməsindən alınan ədədlərin sayı eyni qayda ilə tapılır.